İranda son illər populyarlıq qazanmış 29 yaşlı müğənni Pərəstü Əhmədi barəsində çıxarılan məhkəmə hökmü təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də geniş diqqət çəkib. Belə ki, bir neçə gün əvvəl Qum əyalətinin cinayət məhkəməsi Pərəstü Əhmədini və onun 2024-cü ilin sonlarında baş tutmuş xəyali Karvansara konsertinin daha 8 iştirakçısını ayrı-ayrılıqda 74 şallaq zərbəsinə məhkum edib. Eləcə də onlara 2 il ölkədən çıxış qadağası qoyub. Həmçinin məhkəmə İran İslam Cəza Qanununun 638-ci maddəsinə və kiber cinayətlər haqqında qanunun 743-cü maddəsinə istinad edərək vurğulayıb ki, bu 9 nəfərin 2 il müddətinə musiqi və incəsənət sahəsində heç bir peşə fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Məhkəmə hökmündə sənətçilərə qarşı irəli sürülən ittiham virtual məkanda əxlaqsız və mənəviyyata zidd məzmun hazırlamaq və yaymaq yolu ilə ictimai əxlaqı pozmaq kimi göstərilib. Amma həmin yarım saatlıq virtual konserti izləyənlər orada əxlaqa zidd hansısa məqamın olduğunu görə bilməzlər. Məhkəmənin bu ittihamı yalnız Pərəstü Əhmədinin məcburi hicaba riayət etməməsinə söykənir. Belə ki, məhkəmə qərarının əsas hissəsində Pərəstü Əhmədinin geyimi hicaba uyğun olmayan və yarıçılpaq kimi təsvir edilib. Hökmdə qeyd olunub ki, məsələ yalnız baş örtüyünün olmaması və ya saçların açıq olması ilə məhdudlaşmır. Videoda müğənninin başı, boynu, qolları və sinəsinin əhəmiyyətli hissəsi də görünür. Lakin şübhə yoxdur ki, ilk növbədə müğənninin oxuduğu mahnıların məzmunu və azadlıq ruhu rejim təmsilçilərini qəzəbləndirib. Üstəlik, ölkədə YouTube platformasının bloklandığı bir şəraitdə Pərəstü Əhmədinin video konsertinin 3 milyondan çox baxış toplaması da İran hakimiyyətini narahat edib. 1997-ci ildə İranın şimalında yerləşən Növşəhərdə doğulmuş Pərəstü Əhmədi 14 yaşından etibarən salfecio və klassik üslubda vokal hazırlığı üzrə təhsil almağa başlayıb. Həmçinin İranda incəsənət sahəsində ən nüfuzlu ali məktəb sayılan Surə Beynəlxalq Universitetini kino rejissorluğu ixtisası üzrə bitirib. 2019-cu ilin noyabr etirazlarından sonra müğənni İranda son dərəcə populyar olan Vətən Gənclərinin Qanı mahnısını ifa edib. Həmin ifanın 2022-ci ildə qadın, həyat, azadlıq etirazları zamanı geniş şəkildə paylaşılması Pərəstü Əhmədini İranlılar arasında daha da məşhurlaşdırıb. 2023-cü ilin iyununda Əhmədi Azadlıq Havası adlı mahnısını yayımlayıb. Özünün dediyinə görə bu mahnı qadın, həyat, azadlıq hərəkatına ithaf olunub. Mahnının yayımlanmasından az sonra müğənni hakimiyyətin təzyiqləri ilə üzləşib. Tehran Təhlükəsizlik Prokurorluğuna çağırılması və şəxsi əşyalarının müsadirə olunması onun sənət fəaliyyətində çətinliklər yaradıb. Nəhayət, 2024-cü ilin dekabrın 11-də Pərəstü Əhmədi 4 nəfərdən ibarət kişi musiqiçilər qrupu ilə birlikdə özünün YouTube kanalında Karvansara konserti və ya xəyali konsert adlandırdığı videonu yayımlayıb. Bundan 3 gün sonra Pərəstü Əhmədi və daha 2 musiqiçi həbs olunub. Lakin sonradan hər üçü girov müqabilində sərbəst buraxılıb. Həmin konsertdən sonra onun keçirildiyi məkan, tarixi Deyri Gəçin Karvansarası hakimiyyət orqanları tərəfindən möhürlənib. Əhmədi videonun əvvəlində konsert barədə belə yazıb. Stat: Mən Pərəstü, sevdiyim insanlar üçün oxumaq istəyən bir qızam. Bu elə bir hüquqdur ki, ondan imtina edə bilməzdim. Bütün qəlbimlə sevdiyim bu torpaq üçün oxumaq. Burada, əziz İranımızın bu nöqtəsində, tariximizlə əfsanələrimizin qovuşduğu bu məkanda səsimi bu xəyali konsertdə dinləyin və təsəvvür edin ki, bu gözəl vətəni. Statın sonu. Müğənni cümləni yarımçıq saxlayıb sonunda 3 nöqtə qoymaqla nə demək istədiyini müəyyənləşdirməyi tamaşaçıların ixtiyarına buraxıb. Və həm onlar, həm də hakimiyyət nümayəndələri gənc sənətçinin fikrini dəqiq anlayıb. Hərə də özünə uyğun reaksiya verib. Belə ki, Pərəstü Əhmədinin çıxışı qısa müddət ərzində sosial media istifadəçiləri tərəfindən geniş rəğbətlə qarşılanıb. Çoxları onun qətiyyətinə və cəsarətinə heyranlığını bildiriblər. Həmkarları da onu alqışlayıblar. Məşhur müğənni Ququş Pərəstü Əhmədinin Karvansara konserti barədə belə deyib. Stat: Pərəstü Qəmərül-Mülük vəziri kimi tarix yazdı və onun kimi bir çox qadın müğənnilərin yolunu açdı. İslam Respublikası artıq qadınların oxumasının qarşısını ala bilməz. Statın sonu. Digər bir müğənni Mandana Xəzrai paylaşdığı videoda bəzi kişi sənətçilərin reaksiyalarını tənqid edərək deyib. Stat: 40 ildən çoxdur qadınların səsini boğublar. Siz hardasınız? Əgər İran əhalisinin yarısını susturmasaydılar, bugün səhnədə tək siz olmazdınız və Pərəstü Əhmədi kimi sənətçilər xəyali deyil, həqiqi konsertlər verərdilər. Statın sonu. Bəstəkar və tarzən Hüseyn Əlizadə Pərəstü Əhmədi və Karvansara konsertinin digər 8 iştirakçısı barədə çıxarılan şallaq hökmünü pisləyərək bunu daş dövrünə qayıdış adlandırıb. O, Tehrandakı rəssamlar evində çıxışı zamanı həmin sənətçiləri çox istedadlı və görkəmli musiqiçilər adlandırıb. Onların cəsarətini yüksək qiymətləndirib və istehsalı şəkildə belə deyib. Kaş bu şallaq zərbələrini öz aramızda bölüşdürə biləydik.